Oxuduğum ayədə ki, Bəqərə surəsinin 197-ci ayəsinin bir hissəsidir. Bu ayənin şən-i nuzuli Yəmən əhlin haqqındadır. Bu ayə Yəmən əhli haqqında nazil olub ki, onlar həcc səfərinə gedərkən yol azuqəsi götürməzmişlər. Bu barədə danışır bu ayə, gəlib yetişir bura, buyurur ki, və təzəvvədu, yol azuqəsi götürüz. Sonra buyurur, fəinnə xeyrəzzadi təqva, ən yaxşı yol azuqəsi təqvadır. Həm həcc səfəri üçün, həm də axirət səfəri üçün. Ümumiyyətlə, insan aləmdən aləmə seyr edərək gedir əbədiyyətə qovuşur, təkamülə və mənəvi zirvələrə qalxır. Hazırda ki, insan bu dünyada yaşayır, mənəvi nöqteyi nəzərdən biz nə edirik? Səfər edirik. Dünyada yaşadığımız illərdə də ara sıra coğrafi cəhətdən səfərlərə gedirik. Bizləri qarşıda çox uzun və ağır, təhlükəli səfər gözləyir. Axirət səfəri. Hamı bu səfərə gedəcək. İstisnası yoxdur. Hamımızı axirət səfəri gözləyir. Axirət səfəri üçün ən yaxşı azuqə Allah özü buyurur, təqvadır. Sonra buyurur, vəttəquni ya ulil əlbab. Təqvalı olunuz, Allahdan qorxuz, ey ağıl sahibləri. Burada bu nöqtə var ki, ağıllı insanlar təqvalı olurlar. Allah bu ayənin sonunda buyurur ki, vəttəquni ya ulil əlbab. Ey ağıllılar, təqvalı olunuz, Allahdan qorxuz. Allahdan qorxmaq, təqvalı olmaq, ağıllı olmağın nişanəsi və əlamətidir. Ağıllı insanlar Allahdan qorxar. Ağıllı insanlar təqvalı olarlar. Ağıllı insanlar haramdan, günahdan çəkinərlər. Çünki ağıllı insan fikirləşir ki, bu dünya müvəqqətidir. Məni uzun axirət səfəri gözləyir. Ağılla düşünəndə, fikirləşəndə deyir, gərək təqvalı olam. Gərək haramdan, günahdan çəkinəm. Gərək aqibətimi, axirətimi abad eləyəm, düşünəm. Ona görə Allah səsləyir, ey ağıl sahibləri, ey ağıllı insanlar, təqvalı olunuz. Bu dünya azuqə yığmaq yeridir. Dünyada olarkən gərək axirət səfəri üçün azuqə toplayaq ki, orada əlimiz boş qalmasın. Həzrət Mövla buyurur, la xeyrə fi şeyin min əzvadiha illət təqva. Dünya azuqələrinin içində, insan ki, dünyada səfərə çıxır, azuqələr var. Dünya azuqələrinin içində təqva kimi bərəkətli heç bir azuqə yoxdur. Ən bərəkətli azuqə təqvadır. Qədimdə yol azuqəsi çox önəm kəsb edirdi. Çox mühüm idi. İndi yol azuqəsi o qədər əhəmiyyət kəsb eləmir. Nə üçün? Çünki insanlar pulla yola çıxırlar. Əgər insanın üzərində pul olarsa, azuqə əldə edə bilər rahat şəkildə. Ya gedəcəyi ölkələrin pul vahidin əvvəlcədən alır, hazırlayır. Orada artıq bunun azuqəsi hazır olur. İndi çox rahat olubdur. Pulun vasitəsilə, müəyyən bank kartlarının vasitəsilə azuqə əldə etmək olur. Hətta bəzi kartlar var ki, müxtəlif dövlətlərdə işləyir. İnsan heç pulu belə özü ilə götürmür. Kartı götürür, gedir. Amma qədimdə bu cür olmayıbdır.
Qədimdə musafirlər, yola çıxan səfərkeşlər kənd bə kənd, şəhər bə şəhər yol gedərdilər. Hər şəhərdə, kətdə yolun belə deyək, davamı üçün, səfəri davam etdirmək üçün azuqə əldə eləyərdilər şəhərlərin bazarlarından, kəndlərdən. Məsələn, 2 ay yol gedərdilər. 40 gün yol gedərdilər. Bu səfər boyunda kəndlərdən, şəhərlərdən keçdikcə təbii ki, bunların azuqəsi tükənirdi. Bunlar özləri üçün azuqə alırdılar. Ən gözəl, ən yaxşı azuqənin 3 xüsusiyyatı var. Biri budur ki, həcmi az olsun. Qədimdə bu cür olubdur. Çünki yol gedirdilər. Hər azuqəni götürmək mümkün deyildi. Birinci gərək həcmi az olaydı. Yəni az yer tutaydı. İkincisi qüvvətli olaydı. Üçüncü xüsusiyyatı budur ki, xarab olmayaydı. Fərzən, səfərə çıxıb dəvə ilə, bunun yükü məhduddur, yeri məhduddur, belə deyək. Elə bir şey götürməlidir ki, həcmi az olsun, elə yeməli azuqələr götürməlidir ki, qüvvətli olsun və zay olmasın isti havada, səhrada yola çıxıbdır. Ona görə ərəb üçün o dövrdə xurma çox gözəl idi. Hələ indi də o cürdür. Yol azuqəsi üçün xurma çox gözəldir. Həcmi az, qüvvətli və xarab olmur. Qədimdə bu qədər mühüm idi bu məsələ. Ona görə Allah Təbarək və Teala bu ayə-i şərifədə bu məsələdə işarə edir ki, axirət səfərinizi də unutmayınız. Siz dünyada səfərə çıxarkən azuqələr toplayırsınız, düşünürsünüz, nə götürüm, nə götürməyim. Hələ indi də o cürdür. İnsan yola çıxır, səfərə gedir, hansı paltarımı götürüm, hansı qutqamı götürməyim, hansı geyimimi götürüm, orada nə geyinərəm, orada isti olacaq, soyuq olacaq və s. düşünür. Gedəcəyi yer haqqında düşünür. Amma biz axirət səfərimizi unutmuşuq. Quran buyurur ki, ən gözəl azuqə axirət səfəri üçün təqvadır. Hər yerdə təqva varsa, o yer abad olur. Hər yerdə təqva yoxdursa, o yer viran olar. İstəyərsən axirətin abad olsun, görə əlində təqva azuqun olsun. Dünyada görə təqva ilə yaşayasan. O ailədə ki, təqva var, o ailə abad olar. Təqvalı ailələr xoşbəxt olar. O dostluq ki, təqva üzərində qurulur, o dostluq gözəl dostluqdur. O münasibətlər, o qohumluq əlaqələri ki, təqva əsasında, din əsasında qurulur, abad olur həmişə. Amma təqvasız nə varsa, viran olur. Ticarətə başlamaq istəyirəm. Təqvalı insan düşünür, Allahım buna icazə verir, başlayır. Təqvasız insan bunu düşünmür və viran eləyir. Ona görə Allah Təbarək və Teala bu ayədə bizə buyurur ki, ən yaxşı yol azuqəsi, səfər azuqəsi təqvalıdır. Ey ağıllı insanlar, təqvalı olunuz. Allah-u Teala and verirəm. Öz izzət kərəminə bizləri təqvalı bəndələrindən qərar versin.